Salam. Deməli, qızlarla danışmaq istəyirəm. Buna görə oğlanlar, kişilər yan keçə bilər. Deməli, bir oğlanla tanış olmuşsan, ona yazışmışsan, görüşmüsən, hansı bir müddət vaxt keçirmişsiniz, sən çox dəyərlisən deyib, yaxşı ki varsan deyib, amma bir anda kayboldu, yoxdur. Bunlar mənim pasiyentimin istoriyalarıdır. Və sən düşünürsən ki, neyə niyəsən? Bəlkə sən nəyisə düzgün etmədin, bəlkə səndə nəsə bir problem var, bəlkə elə bir şey demisən, özünü düzgün aparmamısan, bəlkə də nəsə istəmirsən, falan filan. Yox. Burada səndə heç bir problem yoxdur. Burada ümumiyyətlə problem yoxdur. Nə onun tərəfindən, nə sənin tərəfindən. Sadəcə olaraq zaman hər şey yerinə tuturur və siz sadəcə bir-birinizə uyğun deyilsiniz. Sən onun qadını deyilsən, o da sənin erkeğin deyil. Ona görə, əzizim, sən gözəlsən, sən ağıllısan, sən süpersən. Valla, haradasa, başqa bir yerdə sənin kimi qızsın. O sənin ayağının altına qırmızı xalça belə sərər. Yəni, mən sən bunu əminliklə deyirəm. Ona görə keyfli həyatı yaşa və heç bir mesaj gözləmə. Tamam mı? Uğurlar.